Rezonans yaradacaq qiymətlərə yəni obyektlər var. Var yəni Bakıda hazırda bu Var, qiymət əlbəttə var. Evlər də var, obyektlər də var. Mənim evdə 1 milyonum var. Makler ev alaq yoxsa özümüz tikək? 50 minə sən nə ev gözləyirsən? Salam, hər vaxtınız xeyir. Çekinin bugünkü buraxılışındayıq. Bugün deməli İsmail istəyirəm bir-iki məqama toxunum, bir giriş üçün. Sonra qonağımızı təqdim edək. Tural əfəndi ilə keçən buraxılışda həm söhbət olduq. Sosial şəbəkədə bir fikri kifayət qədər müzakirələrə səbəb oldu. Hansı fikir idi? Yəni belə bir fikir səsləndirmişsə milyonçu olacaqsan. Yəni bu fikri belə deyək də viral oldu. Bu gün isə biz bu fikrin bir qədər əksinə, bir vaxtlar kasıbın dostu kimi tanınırdı bugünkü həmsöhbətimiz. Elə mən də həmişə kasımın dostu kimi tanımışam. Bugün bilmişik ki, əslində adı Natiqdir. Natiqdir. İndi daha çox əlim yandı evləri satırsan. Baş sponsor Esmar House. Əvvəla hər ikinizi salamlayıram əziz qardaşlar. Yəni belə deyim də sizə. Satmaq insanda elə bir şeydir ki, istər ev olsun, mən paltar işi ilə məşğul olmuşam, nə bilim taksi sürmüşəm. Ticarət anlayışı deyilən bir şey var, müştərinin dilini tapmaq deyilən bir şey var. Satış 100%-dirsə, bunun 50%-i sənin məhsulundursa, 50% də rəftarın və danışığından asılı olan bir şeydir. Bilirsiniz niyə indi əlim yanında evlər bizə gəlir? Biz şəxsi tikililərlə işləyirik. 5 il əvvəl tikilən evin qiyməti ilə indiki tikilən evin qiymətinin arasında ən az bir 70 min fərq var. Çünki 5 il əvvəl usta kvadratın 3 manata işləyirdisə evin, indi işləyir 7 manata. 5 il əvvəl deyək siment 3 manat idi, indi 5 manatdır. Hər şey qalxır axı. Təbii ki, hər şeyin qiyməti qalxır. Məsələn, o 5 il əvvəl tikilən adam üçün indi satmaq, məsələn, qazancdır. Mən həmişə o deyirəm, yatırım məsələsi, prosta çox vaxt insanlara izah eləyirəm. Bəzi insanlar var, yenə deyir, mən pulumu banka qoyaram. Qardaş, banka qoymaq anlayışı, səhv anlayışdır. Niyə? Bugünkü gündə sizin deyək ki, 200 min pulunuz var. 200 min pulu qoyursunuz banka. 10 il sonra həmin 200 min nə qədər olacaq? Yəni, ortalama götürək üstünə bir 30-40 min gəlsin. 30-40 min alıb xərcləmsən, düzdür. Bəs dəyər olaraq nə qədər olacaq? Dəyər olaraq artmayacaq. Daşınmaz əmlakda amma bu artır. Bəli. Deyək ki, Natiq, məsələn, mənim evdə 1 milyonum var. Aha. Bu dəqiqə var. 1 milyonum var evdə. Evizdədir. Sən hardadır 1 milyon? Qəşəng. Tutaq ki, mənim 1 milyonum var. Bax, mən onu hansı formada eləyim ki, 5 ildən sonra pul olduğu dəyərində qalsın və mənə də pul gətirsin o vaxta qədər. Gözəl, bax, sizə bir dənə onu tam izah edirəm. 1 milyon pulu qoydun banka. 10 il sonra buradan aldın, deyək ki, aya 2000 manat. Məsəl üçün, bu sözü bu qiymət şərtidir. 2000 manat aldın, 10 il bu pulu yedin. 10 il sonra 1 milyonu götürəsən, olacaq 400 min. Niyə? Çünki hər şey qiyməti qalsa, pul inflyasiyaya gedir və pulun, necə deyim, əvvəlki dəyəri azalır. Dəyəri qalır. Əvvəl, məsəl üçün, 50 minə toy eləyirdinsə, evdə remont eləyirdin, cehizli, qırqızıl, indi 50 minə heç nə eləyə bilmirsən. Toydan boşdan çıxırsan. Amma sən 1 milyon obyekt alırsan, bunu verdin 0,5-lə normal bazar faizi ilə 5 min icarəyə. Hər ay 5 min gəlir, qardaş. 10 ildən sonra o 5 mini onsa belə də ki, sən xərcləyirsən. 10 ildən sonra o 1 milyonu obyekt ən az 1 milyon 300 min olacaq. Artıq sənin 300 min qazancın var. Qazancın var və sən 10 il sonra 1 milyonun 10 il əvvəlki 1 milyon deyil, təzə 10 ildən sonraki 1 milyondur. Yəni, o vaxtı ki 1 milyonu, sən olub 1 milyon yarım. Yatırım üçün eləmək istəsə ev alma, obyekt al. Niyə? Yatırım üçün ev alsan, 150 minlik evi sən neçə verəcəksən kiraya? Bax, normal deyim, bu dəqiqə bazar dəyəri ilə deyirəm, 270 minlik evin 700 manat kira puludur. Düzdürmü? 270 minlik evin, obyektin 1300 manatda icarəsidir. Hansısa sərf eləyir. Obyekt bir şey yaxşıdır ki, obyekt sabah söküntüyə gedir. Deyək ki, köhnə binanın altıdır. Ev də söküntüyə gedir, düzdürmü? Mənim plana düşür. Mənim plana düşəndə alacağım pul, mən obyekt sahibiyəm, siz ev sahibisiniz. Sizdən çoxdur. Deyək ki, bu binanı sökürlər, yerində bina tikəcəklər, 300 kvadrat obyektimdir. Mənə 360 kvadrat verəcəklər. Evdə bilmirəm, səhv eləmirəmsə evdə 10%-dir, obyektdə 20%-dir. Və sənin yeri tikilən binanın altındakı obyektin dəyəri köhnə dəyərindən 2 dəfə bahadır. Və sənin obyektinin bu dəqiqə qiymətini tənzimləyən sənin verdiyin icarə qiymətidir. Natiq, bax, obyektdən danışdıq daha doğrusu. Bax, məsələn, sotu 5 min olan
Bir torpaqda aldıq bir obyekt tikdik. Aylıq icarəsini verdik 5000-ə. İndi onun sabahsı gün, yəni dəyərləndirməsi nə ilə götürülür? Torpaqla mı yoxsa obyektin icarəsi ilə? Bax, yerə görə fərqlidir. Deyərəm ki, bax, bu gün Targov adlanan ərazidə obyekt və satışı 1 milyon yarımdır. 1 milyon 500 min manat. İcarəsi nədir? Basar qiyməti 7500 olmalıdır. 0.5-ni hesablayanda icarəsi 4000 manatdır. Yerinə görə torpağı bahadır. Bax, Natiq, biraz əvvəl bir maraqlı məsələyə də toxundu. MTK-lar məsələsinə toxundun. Plana düşən evlər, insanlar daha çox bugün hamını maraqlandırır. Çünki əksər insanlar var ki, evləri plana düşür. Bunlar MTK-larla bir, belə deyək də, problemlə üzləşirlər. Ən çox da MTK-dan ev alan adam müqavilə ilə alır bu evi. Və buna gedəndə ən çox hansı problemlərlə insanlar rastlaşırlar? Müqavilə ilə necə? Baxıram o tikintini edən şirkətə. Məsələn, Orbita. Orbitanın sənədsiz evində sataram. Niyə görə? Bilirəm ki, o ev sənədini alıb verəcəklər. O şirkətdə heç bir vaxt problem olmur. Vallahi bilə nə sahibini tanıyıram, nə bir şey, heç sahibinin adının nə olduğunu bilən adam, yəni necə deyim, yəni siz nə var onu deyirəm da sizə. Amma necə etibar eləsin alıcı? Yenə deyim, şirkətin adı var. Yox, ümumiyyətlə qardaş, bax, sizə bir sual verim. Mən sizə sənədsiz ev satıram. Düzdür? Gəldim, salam əleykum, salam qardaş. Müqavilə ilə də. Qardaş, müqavilə yenə deyirəm. Sabah mən bina tikmişəm. Qardaş, sən müqavilə ilə ev vermişəm, düzdür? Sabah mənim başıma bir iş gəldi. Mənim harasa küllü miqdarda borcum var və mənim mülklərimə müsadirə olundu. Mən də sənə müqavilə ilə ev satmışam, necə olacaq? Evin bir neçə nəfərə Onların satılması faktı. Əlbəttə kifayət qədər çoxdur. Bizim özümüzə də hər şikayət. gün biri çıxır, bir qardaş çıxır ki, qardaş, bu ev məndən əlavə 3 nəfərə satıblar, 5 nəfərə satıblar, 4 nəfərə satıblar. Niyə görə? Çünki müqavilə ilə satıblar. Çıxarış yoxdur orada. Müqavilədə nə var? Əlində yazdın, hazır printerdən çıxartdın, ora Məmmədov Əliyini çıxartdın, qoydun Həsənov Elşən məsəl üçün. Amma çıxarışda dövlətimizin qanunudur. Çıxarış bu adamın adınadır. Bax, məhkəmə olur, bir evi 5 nəfərə satırlar. Birinci adamda çıxarış var. 4 nəfər orada hamısı səhvdir, dövlətin verdiyi sənəd. Birinci adam kimsə çıxarışda kimin adı yazılıbsa ona da verilir. Amma sən bir məsələni də qeyd elədin ki, bu sahədə oturmuş tikinti şirkətləri də var. Əlbəttə ki, yenə deyirəm. Yəni onlara etibar eləyə bilərlərmi? Əlbəttə o şirkətlər ki, onlar adını hamı bilir də. Yəni ki, o şirkətin tikdiyi evdə problem yoxdur. Evi tikir, sən köçürsən 6 ay ərzində bir ləhzə sənədini verir. Çünki o şirkətlər adı üçün işləyir. Adı üçün, yəni o adamın adı batmasın, o adamın şirkətin adı. Burada niyə bir başqa ad çəkmədim? Məsələn, Orbitanı çəkirəm. Çünki Orbitada 4 dəfə ev çıxartmışam, 4-ündə də sənəd olub və bir nəfərin evində müqavilə edib çəkdim. Dedi qardaş, hamıya verilib, o adamın öz məsuliyyətsizliyindən olub. Gedib çıxarışını almayıb. Əlində ən bahalı mülk nədir? Ev obyekt. Elə obyektdə də evi də. Fikirləşəm ki, hamıya maraqlıdır. Nə deyim sizə, rəqəm deməyim, nə olar? Bəziləri deyir 6 milyon, 7 milyon, məndə ev var, o ev tək ona da Ondan da var. çox. Əlbəttə ondan da bahalı evlər var. Məsələn, belə deyim də, evin dəyərindən çox torpağın dəyəri var. Bu məsələn 100 sotda ev tikirsiniz, bax belə deyim. Torpağın sotu orada 50 mindir, deyək ki. Evin avtomatik evi hesablamaq tək torpağın qiyməti nə qədər eləyir? Rezonans yaradacaq qiymətlərə, yəni obyektlər var. Var yəni Bakıda hazırda bu qiymətli evlər var. Var. Evlər də var, obyektlər də var. Varlının əlimyandısı bir başqadır, kasbın əlimyandısı Onları bir başqadır. izahını edə də bizim. Varlının əlimyandısı nə deməkdir? Evin 1 milyon 200 min qiyməti var. Ev düşüb 700 minə. Bu əlimyandı sayılır da qardaş. Düzdür? Evin qiyməti məsələn 200 mindir, düşdü 135 min manata. Mən bunların hamısını izah eləyə satıram. Deyirəm ki, bax, mənim əziz qardaşım, bu 135 minə mümkün olası qiymət deyil. Torpağın qiyməti budur. Bugünkü gündə sən bu torpağı boş alsan, budur. Məsələn, bugünkü gündə sizə sual verərəm. Bax, sizə elə bir aparıcı məsələ. İnqilabda qalmağı seçərsən, Mərdəkanda? Şəhər eşidən kim deyəcək? Şəhəri inqilabı seçərəm də. Deyirəm ki, şəhərdir, iş yerimə yaxındır. İş yerinə yaxın. Harada işləyirsiniz? Deyək ki, elmlərdə. Hə. Siz də inqilab, yasamaldır. Siz inqilabdan çıxın, yasamala gəlin. Mən də Mərdəkandan çıxım, yasamala. Hansımız tez satarıq? Səhər saat 9-da. Yol boş olacaq Mərdəkan. Elə düşünürəm, hə, Mərdəkan. Həyət evi. Mən məsəl üçün saat 10-a işləmiş 20 dəqiqə evdən çıxıram.
Onda gedəcəyim fərqi yoxdur yerə, orada oturub çay içirəm. Biz tıxac məsələsini hesablamırıq da, Robkanı. Biz evdə hesablayırıq, deyirik ki, Aynen. şəhərdədirsə Əla. bu mərkəzdə hər Yaxşı. yerə yaxın. Lakin bax bir də bir məsələni soruşum. Elə mənim öz başıma gələn bir şeydir. Bir tanışım bu yaxınlarda bir binadan ev almaq istəyirdi. Eyni binanın eyni mərtəbəsindən olan 2 mənzildə. Birində qiyməti 300 min, birində 200 min. Bax belə bir hallar olur da, yaşanır. O qədər olur. O da belə tərəddüd elədi, heç ümumiyyətlə almadı. Ki, evin nəsə Bax problemi nəsə var. fırıldaq var burada. Ay, heç bir fırıldaq yoxdur. Nə deməsin? 300 minə satan, bax qardaş, siz 300 minə satırsınız, siz 300 minə bu bazar qiymətinə qoyur. 200 minə səni satmağın 2 variant var. Bir banka borcun var, ev əlindən çıxmasın deyə təcili satırsan. İkinci variantda sən tikinti şirkətin var. Bu evi, bu binanı tikən sənə gəlib armatur nəsə götürüb, taxta armatur götürüb, pulun verə bilməyib yerində ev verib, sən o pulu diriltmək üçün onu 200 minə verirsən ki, öz pulunu dirildəsən. Makler evi anlayışı var. Ay, Və makler evi anlayışı bir də görürsən Bakının qəsəbələri var da, Hökməlisidir, Qobudur, müxtəlif qəsəbələrdə bir həftəyə, bir aya Tez elə də bazar tikilər, tez bazar qurtardılar, tikilib hamısı da qurtarır. şablon. Baxırsan ki, Tamaşaçı bir evdə 10 bir dənə evdə ayarlı. baxırda cəmaət da bizə baxır. Aynen. Ya makler evin almaq bu gün nə dərəcədə belə deyək, realdır və yaxud da məqsədə uyğundurmu deyək. Bax belə qoyaq sualı. Makler ev alaq yoxsa özümüz tikək? Qardaş 95 minə sən ev tikir. Torpağın sotunu hesabla 10 mindən deyək ki də orada 4 sotun içində, 3 sotun içində 40 min bunun torpağı elə düzdür. 50 minə sən nə ev gözləyirsən? Evdə sən nə keyfiyyət axtarırsan? Monolit beton olmur. Pol ucuzda olur. Məsələn, deyək ki, parket var, kvadratını ala bilərsən sən 30 manata, o alır 4 manata. Sən özün tikdiyin evdə 30 manatlığı qoyursan. Makler evində məsələn sizə deyim, keyfiyyət aşağı olur. Sənin büdcənə görəsində olur. Torpağın qiymətini qaldıran, dəyərini qaldıran nədir? Yol qırağı olmağıdır. Qiymətini artıran yolun qırağı, gedişli gəlişli yol olmağıdır. Sənədi qeyri-yaşayış olmağıdır. Torpağın sənədi qeyri-yaşayışsa, elə bil sən həmşərim deyir milyonçusan. Sənəddə qeyri-yaşayış yazırsa sən milyardersən də. Yəni həyatını yaşa. Orada sən düşün, torpaq almısan qardaş. Bax, İnsanın elə bir babasından torpaq qalır. Deyək ki, Neftçilərdə yolun qırağını. Düzdür. Bu dəqiqə Bakı şəhərində, Bakının qıraqlarını demək, şəhərin ortasında 4 hektar boş sahə yoxdur. Var meşəlikdir. Yəni orada sən heç nə tikə bilməzsən. Orada sırf oksigen üçün ağac əkiblər orada. Yəni başında orada sən heç nə eləyə bilməzsən. Yəni gör nə qədər qıtlıqdır, yer qıtlığıdır. Cəmaət pilot layihə edir uje. Bax, Neftçilərdə sənin yolun qırağında 6 sot torpağın varsa, sənədi qeyri-yaşayışsa, satsan da həyatını dəyişirsən. Obyekt tiksən də həyatını dəyişirsən. Satsan qeyri-yaşayışsa 100 mindən evlüs hesabla 600 min pul. Və bu sənin 600 mini belə bu şeylə deyəm, oturub yemək söhbətindən bir ev, bir maşın, bir dənə də yüngül var, iş qurub həyatı yaşayırsan. Yəni yerində obyekt Hə, amma yerində obyekt tiksən, sən oranı verdin deyək ki, 20 minə Neftçilərdə məsələn 1000 kvadrat ara yeri 20 minə icarəyə verdinsə, avtomatik yerin qiyməti 4 milyondur. Evet, bir dənə də sual verim, sözün kəsirəm Əhməd. Bax, getmişəm binaya ev almaq istəyirəm. Ən uyğun sənin üçün ideal olan mərtəbə hansıdır? Yəni harda ev almaqda? Orta mərtəbə. Birinci mərtəbəni də istəyirlər. Birinci mərtəbə, yəni Yaşlılar yenə də istəyir. bax, Sən əvvəl suala cavab ver, sonra mən bax birinci mərtəbəni yaşlılar istəyir. Niyə görə? Yaşlılar istəyir, ikində də yaşaya bilərlər. Bax, bina evində getməyən 2 mərtəbə var. 1 və son. Son mansatı çox yerdə sənəd olmur, sənəd olanda da çox ucuz satılır. Niyə axırıncı mərtəbədə yağışlardan başına düşür? Külək hər şeyi evdə hiss eləyirsən. Və mansatda hər tərəfi bükülür. Birinci mərtəbədə kanalizasiya söhbətinə görə və həyətdə insanlarla bir yaşayırsan elə bil. Nə qədər izolyasiya eləsən də birinci mərtəbə oğru girmək baxımından da oğru 5-ə girmir, düzdə girən 5-ə də girir. yaxın 5 ilə harda daşınmaz əmlak daha da baha olacaq? Bax mən sizə deyim də, ya hardakı restoranlar var, yaşayış obyektləri var, restoran var, nə bilim məktəb yaxınındadır, xəstəxana yanındadır, hər bir şey yanındadır da 1 kilometr məsafədə hər bir şey bu insanın yanındası, orada bahadır. Ideal kvadrat 80-100 arası bina evindədir, 200-300 arası da həyət evindədir. Məsələn, bina evində ən çox gec satılan ev bilirsən evdir, 200 kvadratdan yuxarı ev. 200 kvadrata yenə də sən 5 otaq çıxardırsan. 200 kvadrat. Düz otaqların böyük olur, amma koridorun da elə bilsən mərasim evin koridoru boyda uzun olur. Başkanlıqda 110 kvadratı sən alarsan, deyək kvadratı 2000-2200-dən, şəhərdə alarsan 6000-dən, 7000-dən. Yəni o 7000-dən 110 kvadratı 700 mindir. Ağ şəhərdə məsələn 100 kvadrat 600 mindən aşağı tapa bilmərsən.
özdə padmayak. Məsələn, zəng gəlir sənə, kimsə ev istəyir səndən, alıcıdır. Onun belə deyək, kişi, qadın olması sənin üçün fərqi var. Yəni kimdən rahat işləyə bilirsən? Mənim bir dənə yaralı yerim qadından işləməkdir. Qadın var məndə, qardaş 2 dənə evə beh verib, ikisini də batırıb. Yuxuda nə görür, durur deyir. Bilsən, qadın hərdən xəyal olur bəziləri. Çox dəqiq fikri xanım çox azdır. Bax, bu evə baxır, deyirəm, mən bu evi istəyirəm, superdir, əladır, götürək, gedir, qoy bir dənə oradakı evə də baxın, vəsə. Elə bir tərəzi bürcünə işləyirsən də, qardaş. Mən onu deyəcəydim, dedim indi. İnan mənə, qardaş, qadın işləmək çətindir. Mən ev satmışam, qardaş. 4 qadın, 1 kişi gəlib. Evi alır, kişi ilə yoldaşı. Yanında bacısıdır. Və bir də bacısının iş yoldaşıdır. Hamı bəyənib bacısının iş yoldaşı deyir ki, gedək başqa evə baxa. Adama sual verir, bacısının iş yoldaşının o evdə nə işi var ümumiyyətlə? Fikrini niyə bildirir axı bu Sən adam? gəlib evə baxdın, hə Allah, o bir sən niyə? Belə evləri çox istəyir, axı görüm harda nə ev var. Bir də bir şey istəyirəm. Buyurun Atik, buyur. Bu ən çox yorumlarda ən xoşuma gəlməyən şey, bunu istəyirəm, bunu ən birinci verəsiniz. Cəmaət yorumlarda yazır ki, hər kəs öz işi ilə məşğul olsa yaxşıdır. Mən özüm taksi işləmişəm. Mən danmıram bunu, qardaş. Ayıb iş görməmişəm. Kişi kimi çörəyimi qazanmışam. Paltar satmışam, taksi işləmişəm. Başı açıq, başı dik gəzmişəm. Pulumu qazanmışam. Bu işdə işləyib, başqa işdə işləyib, sonra bu işə keçsən, heç kimin qınalım, vallah mən kim deyib, həmişə dəstək olmuşam. Heç vaxt deməmişəm ki, hər öz işi ilə məşğul. Qardaş, heç kim heç nədən sığortalanmayıb. Çox sağ ol Natiq. Allah razı Xoş oldu olsun, səndən. var olsun. Həqiqətən kifayət qədər Təşəkkür edirəm. informasiya verdin elə. Nə lazım olsa hər zaman qulluğunuzdayım. Bizi izləyənlər üçün də maraqlı oldu. Çox sağ ol. Allah razı olsun. Təşəkkür Check out edirəm. eləyək. Bugünü check out eləyək. Check out. Check out. Sağ ol. Baş sponsor Esmar House.